Bismillahirrahmanirrahim, elhamdülillah. Və salatu və salamu alə Rasulillah məbəd. Əziz və hörmətli müsəlmanlar, bu günlərdə yerli mediada İslam dini ənənəvilik dinidir, yoxsa onun üzərində islahatlar aparmaq olar mövzusu ətrafında bir neçə müzakirələr olan videolar dinlədim, müşahidə etdim və məndə yaranan, cavabsız qalan suallara istəyirəm ki, cavab verim. Detallara varmadan əsas məsələ birincisi, ənənəvilik sözü İslam dininə uyuşmayan bir sözdür. Çünki ənənə bilindiyi kimi insanların özləri tərəfindən ixtira etdikləri, onlara xoş gələn bir işlər üzərində və yaxud da ola bilsin xoş gəlməyən bir işlər üzərində davamlı dayanmasıdır. Yəni öz tarixlərinə baxaraq, öz vərdişlərinə baxaraq davamlı etdikləri bir şeyə deyilir. İslam dini isə belə bir şey deyil. Çünki İslam dinini insan yaratmayıb. İslam dini aləmlərin Rəbbi Allah tərəfindən Muhammed sallallahu aleyhi və səlləmə nazil olduğu Quran və sünnə şəklində. Vəhiy bölündü iki qismə, Quran və sünnə. Allah vəhiyini Məhəmməd Peyğəmbərə endirdiyi vəhiyini iki qismdə vəhiy etdi, göndərdi. Quran və Quranı izah edən sünnə. Və İslam dini deməli vəhiy dinidir. İnsanlar tərəfindən olan bir din deyil. Yox, əgər ənənə sözündən məqsəd, yəni İslam qədim dövrdə necə idisə Məhəmməd Peyğəmbərə nazil olduqda və Məhəmməd Peyğəmbər də onun öz sahabələrinə necə öyrətdikdə və bu məcmu halında Allahdan gəlir, Peyğəmbər qəbul edir və insanlara bəyan eləyir və sahabələr də onu Allah Rəsulundan başa düşürlər, qəbul edirlər, başa düşürlər, təsdiq edirlər, iman gətirirlər, əməl edirlər və özlərindən sonraki nəslə çatdırırlar. Bu kompleks, bu məcmu əgər qəsd olunursa, bəli, İslam dini qədimi dindir. Necə gəlib, elə də davamlı getməlidir. Çünki Allah Teala İslam dinini sonuncu din etdi. Məhəmməd Peyğəmbər sonuncu Peyğəmbər, Quran sonuncu kitab, sünnə artıq sonuncu vəhiy və Peyğəmbərin vəfatı ilə artıq bu vəhiy kəsildi və sonuncu dində ən kamil formada olmalıdır və hər bir zamana və hər bir məkana uyğun olmalıdır. O necə gəlib, elə də qəbul etmək lazımdır və orada olan nur, iman, hidayət elə bir formada gəlmişdir ki, ona heç bir sonradan əlavələrlə və ya naqisləşdirməklə müdaxilə etmək olmaz. Keçsək ikinci məsələyə ki, məsələmizin əsas mənası, sözümüzün canı budur. İslam dinində islahatlar. İslah sözü ərəb sözü olub, yaxşılaşdırmaq mənasındadır. Salihləşdirmək, uyğunlaşdırmaq mənasındadır. Əksi isə ifsəddir, xarab etmək, fəsad törətməkdir. Və çox vaxt islah sözü, yəni naqis olan bir şeyin üzərində aparılan işə deyilir. Naqis olan bir şeyi islah etməyə ehtiyac var. Və bu islah əhli ümumiyyətlə müasir dönəmimizdən danışırıqsa, qərb fəlsəfə əhlidir. Və çox böyük təəssüflər olsun ki, onu özünə müsəlman deyənlər də pasportunun fərqli olmayaraq daşıdığı vətəndaşlığından o kəlməni, o fikri onlardan qəbul edib, onların dediklərini təkrarlayan, onların arxasına düşüb qaçan müsəlman, özünə müsəlman deyənlər də var. İslahatlar aparmaq. İslahatlar bunların nöqteyi nəzərindən forması bir neçə formadadır. Bu formalardan biri, Quran bizə tək kifayət eləyər, sünnə bizə lazım deyil. Bu ən radikallarından biridir. Quran bizə kifayət eləyər, sünnə bizə lazım deyil iddiası. Bu isə birbaşa olaraq Quran və Allahdan gələn dinlə toqquşmaq deməkdir. Çünki Allah Quranda bizə dəfələrlə bildirib ki, öz rəsuluna Qurandan başqa bir vəhiy də vermişdir. Və bu xüsusda ayətləri saysaq birdən burada, onda mövzumuz sünnənin isbatı mövzusunda olacaq ki, biz artıq bu barədə danışmışıq. Bu fikri Azərbaycanda yayanlardan da biri, bu küfür fikri, dindarlara, müsəlmanlara rəddiyə verdikdə saqqal saxlayan YouTuber Göysək xanımların onu öz verilişlərinə çağırdıqda isə üzünü qırxıb kremlənib qaçan o Elşad Miri. Ona mən verdiyim iki cavab vermişəm. Cavablarından biri Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmin Qurandan əlavə ona sünnə verilməsi və onun peyğəmbərliyi, nübüvvəti, risaləti həm Quran, həm sünnənin olması. Və ikinci cavabım isə nəinki Məhəmməd Peyğəmbər, Allah Teala Quranda başqa rəsullardan da onların sünnələrindən Allah Teala Quranda bizə nümunələr zikr etmişdir. Və bu xüsusda artıq mən danışmışam. Yəni Allah Teala rəsullara da, nəbilərə də. Əgər kitab göndəribsə rəsullara, kitabla yanaşı başqa bir vəhiy də verib. Yox, əgər kitab göndərməyibsə, çox incə məqamlardan və əzəmətli məqamlardandır bu. Hansı rəsullara ki, kitab göndərməyib və onların sayı daha çoxdur, biz 4 kitab adı bilirik cəmsi. Onda onların risaləti haradadır? Onların risaləti özlərindən əvvəlki kitablara tabe olmaqla yanaşı sünnə vəhyində idi. Çünki bu tabesilikdə, özlərindən əvvəlki kitaba tabesilikdə onlar tək deyildilər. Orada alimlər də, orada həmin dövrün müsəlmanları da orada müştərək idilər. Əgər buna
bu rəsullara, kitabsız gələn rəsullara sünnə vəhyi olmuş olmasaydı, onda o öz tabiçiləri olan həmin din əhlinin, alimlərin və s. onlarla bunlar arasında heç bir fərq olmayacaqdı. Bunları isə Allah Taala vəhy göndərməklə başqa insanlardan seçirdi. Həmin o vəhy kitabdan kənarda olan vəhiydən danışırıq ki, biz o hər bir peyğəmbərin öz sünnəsidir. Və Muhammed sallallahu əleyhi və səlləmin də sünnəsi Qur'anı açıqlayan bir sünnədir. Allah Qur'anda deyir ki: "Və enzelna ileyke zikra litubeyyina lin-nasi ma nuzila ileyhim." Biz sənə zikri nazil etdik ki, yəni Qur'anı nazil etdik ki, sən onlara onu açıqlayasan, öz sünnənlə açıqlayasan onu. Allah Teala hər ikisini vəhy adlandırdı. Və əgər biz desək ki, yox, Qur'anı Qur'anla açıqlamaq, əgər bu peyğəmbər tərəfindən baş verirsə, bu da sünnədir. Biz onda deyirik ki, Allah Rəsulu filankəs sahabənin rəvayət elədiyi hədisdə bu ayəti bu birisi ayətlə təfsir edib. Bundan da ötəki isə Allah Teala biz görürük ki, bir çox Qur'an ayətlərini vəhyin ikinci qismində olan sünnə vəhyi ilə təfsir edib Rəsulunun dili ilə bizə. Misal üçün, bütün əməllərdə bu var, bütün əməllərdə bu var. Və onlardan da biri "Əs-səriqu vəs-səriqatu fəqata'u eydiyəhumə." Oğru kişi və oğru qadın, onların əllərini kəsin ayəti. Allah Teala bu ayətdə iki məsələni zikr etdi və bunları qeydsiz gətirdi ki, bunların qeydi sünnədədir. Mütləq olaraq gətirdi, bunların qeydi sünnədədir. Oğru və əllər. Hansı oğru? Yumurta oğrusu, yoxsa hansısa bir miqdarda oğrayan oğru? Təbii ki, sünnə gəldi, burada miqdarı təyin elədi. Və həmçinin də əl. Əl-yəd ərəb dilində çiyindən tutmuş əlin ucuna kimi. Hardan kəsmək? Dirsəkdən, biləkdən, çiyindən. Onu da sünnə bəyan elədi. Və Allah Rəsulu sallallahu aleyhi və səlləm, Muhammed sallallahu aleyhi və səlləmin vəzifələri həm təbliğdir, həm bəyandır, təbyindir. Təbliğ və təbyin, bəyan etmək. Və həmçinin təhkim, şəriət hökm vermək. Yəni, Rəsulun vəzifəsi ancaq bələğdə, təbliğdə dayanmır. Bu xüsusdandır ki, əgər İslahatlardan məqsəd sünnənin kəsilib atılmasıdırsa, yox. 1400 ildir müsəlmanlar dini bu cür qəbul edib, bu cür yaşayıblar və özlərindən sonraki nəslə də bunu bu cür çatdırıblar. Həm yazılı, həm də tətbiqi formada. Yəni, burada bilirsiniz necə sözü çəkir. Bu sünnə ümumiyyətlə, əziz müsəlmanlar, yeni tapıntı olan bir şey deyil. Yəni, insanlardan kimsə, bu fəlsəfəçilər, bu kimlər və s. hansısa bir muzeydə bir kitab tapmayıblar 1400 ildən sonra ki, ay aman, ay insanlar, bir qədim kitab tapmışıq, sünnə adında bir şeydir. 1400 ildir üstü bağlı qalıb, tozlanıb, biz kəşf eləmişik və indi biz bir heyət düzəldək ki, bununla necə rəftar eləyək? Belə bir şey deyil sünnə. Sünnə müsəlmanların canıdır, qəlbidir, ruhudur, mənəviyyatıdır, toxunulmazlığıdır ki, onu ilə onlar ibadətləri yerinə yetirirlər. Orada əxlaqlar var, orada hökmlər var, orada ibadətlərin təfsiri var, orada xəbərlər var keçmişdən və gələcəkdən və bəziləri baş verir və s. Orada peyğəmbərliyin sadiqliyinə dəlalət eləyən əzəmətli dəlillər var. Orada Allahın qüdrətinə dəlalət edən əzəmətli. Yəni, sünnə belə yüngül formada biz sünnəni kəsə yataqla deməklə deyil. Mən yenə də təkrarlayıram. Sünnə yeni bir tapıntı deyil ki, sən onunla necə rəftar eləyəsən sualının cavabını axtarasan. Sünnə 1400 ildir var, Məhəmməd Peyğəmbərin sünnəsindən söhbət gedirsə. Və o 1400 illik müsəlman tarixi, bu mirası bilirlər necə yerinə yetirmək lazımdır. Və yetər ki, o kimi insanlar qərb kafirlərinə qulaq asıb, gəlib İslam dinində bu cür elmsiz danışmaqdansa, gəlsinlər müsəlmanlardan öyrənsinlər öz dinlərini. O cürə insanların bu cürə fikirləri səsləndirməsinin ən böyük səbəblərindən biri onlar İslamı mirası, İslam elmlərini öz əhlindən yox, İslama qarşı danışanlardan götürmələridir. Bunların da ən radikallarından da biri İslamofobiyadır, İslam qorxu dini olması və s. və ilə axıra. İndi mən burada o fəlsəfi cəryanlara keçmək və hər bir cəryanın İslam dininə müxalif olması tərəflərini bəyan eləmək, bunlardan danışmıram. Fəlsəfədə yaxşı da var, pis də var. Lakin o yaxşıdan daha yaxşısı İslam dinindədir. Pis də pisdir. İslamda isə pis yoxdur. Bəli, pis müsəlman ola bilər, amma pis din yoxdur. Pis İslam dini yoxdur. O pislik müsəlmanın feilindədir. Onu tövbə eləmək, onu islah etmək lazımdır ki, bu qalsın, sonra danışacağım bu barədə, bu danışığımda. Yox, əgər islahatlardan məqsəd İslamı xitabın, istər Quran olsun, istər sünnə olsun, İslamı xitabın məfhumunu, İslamı xitabdan başa düşülən mənalarda dəyişiklikdirsə, orada islahatlara varmaqdırsa, onda gəl burada başqa cür dayanaq. Burada da dayanaq, bu barədə danışaq. Nə deməkdir bu? Misal üçün, İslam dinində bir çox şeylərə misal çəkmək olar. Hakimə qarşı çıxmaq məsələsi olsun. İslam dini bunu haram eləyir. Müsəlman hakimə qarşı danışmaq, ona qarşı çıxmaq,
piketlərə çıxmaq və yaxud mitinqlər etmək və yaxud söz azadlığı adı ilə hakimə qarşı danışmaq məsələləri və s. İslam dini bunu kökündən haram sayır. Və bu İslam müsəlmanlarda bir xavaric firqəsi deyilən firqənin, təkfirçi xavaric deyilən firqənin xüsusiləşdiyi bir əməllərdir ki, sonradan başqa firqələrə də yayılmışdır bu. Bu arada da mən danışmışam firqələr barəsində danışdıqda və s. Lakin burada əhl-i sünnə var ki, əhlül hədis var ki, onlar sünnədən azad işləri ilə bərk yapışdıqlarına görə həm elmi, həm əməli tərəfdən bu kimi yad fikirlərə yer verməyiblər özlərində. Necə ki, sünnəni tam qəbul eləyiblər, sünnədə mütəvatir və əhəd deyə bölüb, əqidələrdə mütəvatirdən dəlil gətirirlər, əhədlərdə fiqdən dəlil gətirirlər və s. buna bənzər sözlər. Və necə ki, ağılla nəqlin arasında, ağılla şəriət vəhiy dəlillərinin arasında ziddiyyat baş verə bilər və baş verə bildikdə biz ağlımızı önə çəkəcəyik kimi cəfəng fikirlər. Bunların hamısını əhlül hədis batil fikirlər sayıb və bunlara rəddiyə verib. Amma başqa bir firqələr görürük ki, məzhəblər görürük ki, İslam daxilində onlar bu fikirlərə qucaq açıblar. Birini misal çəkdim xavariclər, o birisilər kəlam əhlində, mötəzilələrdə, əşarilərdə və s. Deməli, İslami xitabın mənasını dəyişdirmək, bu özü də başqa bir batil bir əməldir. Artıq Allah öz rəsulunun dili ilə Qur'anın təfsirini, bəyanını çatdırdı. Sahabələr bunu qəbul etdilər və sahabələr bunu başa düşüb özlərindən sonraki nəslə çatdırdılar. İslami xitabı qəbul etməyin meyarı, düsturu sahabələr necə başa düşüblərsə odur. Ona görə əhl-i sünnə vəl cəmaa deyir ki, Qur'an, sünnə sələflərin fəhmi ilə. Sələf yəni əvvəlki nəsil, xüsusən də üç nəsil. Çünki Allah Rəsulu bu üç nəsili ən xeyirli nəsil adlandırmışdır. Deyir ki, ən xeyirli insanlar mənim zamanımda yaşayanlar, sonra onlardan sonra yaşayanlar, sonra onlardan sonra yaşayanlardır. Və icma da buradadır, fəhm də buradadır. Sahabələrdə tapmasaq, tabiinlərdə tapmasaq, ətbə tabiinlərdə. İslam dini budur. Bax, bu konkretlik, bu dəyişilməz qanun, bu dəyişilməz meyar, dəyişilməz tərəzi imkan yaradır ki, İslam dinində sonradan nəsə əlavə və ya nəsə əksiltmə baş verməsin. Yox, əgər biz bu meyarla yanaşmasaq İslam dininə və hüdudsuz, sərhədsiz ağıl tərəfindən yanaşsaq İslam dininə, onda nəinki bu gördüyümüz ixtilaflar, bundan da artığı ilə biz rastlaşacağıq. Çünki ağıl elə bir insanda yaranmış bir Allahın yaratdığı bir qüvvə vəsfdir ki, əgər o öz çərçivəsindən çıxarsa, vəhyə qarşı da cürətlənir. Allaha qarşı cürətlənir. Necə ki, biz görürük bunu indiki bu barəsində danışdığımız insanlarda. Lakin ağıl Allahın yaratdığı formada insanda olarsa, öz hüdudundan kənara çıxmazsa, Allaha itayətkar olarsa, onda ağıl xeyri şərdən ayırd eləyən bir insanda olan qüvvə və ya vəsf olacaq. Belə olduqda sağlam ağılla səhih vəhyin arasında heç vaxt ziddiyyət baş verə bilməz. Və belə olduqda ağıl Allahdan gələn o ayətlərin və onların mənalarını, onların açıqlamalarını, o şər'i xitabın mənasını düzgün başa düşəcək. Yox, əgər ağıl xəstələnərsə, özünün xoş gördüyü formada şər'i xitabı özünə meyl elətdirməyə çalışacaq. Və belə olduqda nə qədər fəlsəfi cəryanlar ortaya çıxır, istər siyasi, istər iqtisadi, istər ədəbi, istər romantik və s. fəlsəfi cəryanlar, hərəsi biri dediyini o birisi qəbul etmir. Hamısı isə vəhyə qarşı birləşirlər. Ən yaxşı halda vəhiydə etibar yoxdur. Vəhiy insan əməyinin, insan təfəkkürünün nəticəsidir və ya insan praktikasının nəticəsidir. Bir mətindir ki, yazılıb dəyişmək olar. Bu, yəni fəlsəfə cəryanlarının vəhiyə qarşı ən yaxşı halda qoyduqları mövqeyidir. Ən pis halda isə Allah da yoxdur, ateistlər. Deməli, İslam şəriətinin də xitablarını dəyişmək olmaz. Bu, islahatlar mövzusu ümumiyyətlə, İslahatlar mövzusu bu bugünün istəyi və tələbi deyil. Biz indi bunu qərb fəlsəfəsinin üzərinə atsaq da belə, lakin onların da fikir babaları var. Allah elə bir rəsul göndərməyib ki, Quranda bizə xəbər verdiyi kimi, ondan bu islahatlar tələb olunmasın. Rəsula iman gətirməyən qövmlər, kafirlər, o rəsuldan, hər bir rəsuldan gəlib deyiblər ki, sənin gətirdiyin bu vəhiy bizə uyğun deyil. Onu bizə uyğunlaşdır. Biz baxsaq o rəsulların qövmlərinə görəcəyik ki, hərəsi hansısa bir günahda digərindən daha çox fərqlənirdilər. Lut qövmündə, Lut peyğəmbərin qövmündə o mavi bayraqlılar indi bayraq eləyiblər özləri üçün. Onlar var idi, geylər var idi.
başqa peyğəmbərin hansısa qövmündə biri tərəzidə vurmaq, yəni iqtisadiyyat məsələlərində problemləri var idi. Biri digərləri nə idi? Və beləcə biz gəlib çatsaq Nuh Rasulullah ilk göndərilən rəsul olsun. Ondan sonra əzəmətli rəsullardan İbrahim olsun, ondan sonra Musa olsun, ondan sonra İsa olsun, ondan sonra Muhammed sallallahu aleyhi və səlləm. Quran bizə xəbər verir ki, hamısından bu islahatlar tələb olunub. Nəinki kiçik haramlarda, hətta böyük təvhid məsələlərində. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm gəlib öz qövmünə dedikdə ki, deyin la ilahə illallah, nizat tapın. Allahdan başqasına ibadət eləmək olmaz, tək Allaha ibadət eləmək. Allahdan başqasına dua etməyin, qurban verməyin, nəzir kəsməyin, nəzir verməyin, qurban verməyin və s. Nə dedilər Məkkə müşrikləri? Əcəaləl əlihətə iləhən vahidə? İnnə hədə ləşəyən ucəb. O bütün bu ilahların, bütün bu məbudların hamısını bir ilah mı, bir məbud mu etdi? Nə qəribə bir şeydir bu. Və ondan tələb etdilər ki, yox dəymə bizə. Gəl bir gün sənin ilahına ibadət eləyək, bir gün bizim ilahımıza ibadət eləyək. Allah Teala isə ayət nazil etdi ki, yox. İslahatlar mövzusuna dəlalət edən daha açıq aydın bir ayət. Yunus surəsinin 15-ci ayətində Allah Teala deyir ki, "Və izə tutla aleyhim ayatuna beyinatin." Bizim ayətlərimiz onlara açıq-aşkar, beyinat, bəyanlı formada oxunduqda, "Qalellezina la yarjuna liqa'ana." Bizimlə görüşməyə, qiyamət gününə, axirət gününə, ölümdən sonraki dirilişə iman gətirməyənləri dedilər ki, "İ'ti bi Qur'anin qeyri hada." Bizə bundan başqa Quran gətir. Bu Quran bizə yaramır. İslahatlar tələb etdilər. Və bu islahatlar köklü islahatlar. Yox, bu kitab bizə yaramır. Dəyiş kitabı. Sanki belə rəftar etdilər ki, o kitabı Muhammed sallallahu aleyhi və səlləm özü yazıb. Muhammed sallallahu aleyhi və səlləm nə yazmağı ummi idi, nə yazmağı, nə oxumağı bacarmırdı. Bizə başqa kitab gətir. Sonra ona sanki güzəştə qədərək seçim verdilər. Av bəddilhu və yaxud da onu dəyişdir, içində dəyişikliklər elə uyğunlaşdır bizə. Allah Teala onlara verdiyi cavabı başqa ayətə, başqa hadisəyə, başqa məkana, başqa zamana saxlamadı. Cavab gecikmədi. Qul mə kənə liyə ən ubəddiləhu min tilqai nəfsi. De ki, onu dəyişdirmək, mən öz başına olaraq orada heç bir şey dəyişdirə bilmərəm, mənlik deyil. Mən öz nəfsimdən orada heç bir dəyişiklik edə bilmərəm. Çünki mənim deyil. İn ətəbi'u illə mə yuhə iləyyə. Mən sadəcə, yalnız və yalnız mənə vəhiy olunana tabeyəm. Mənim görəvim burada, bu xüsusda, dəyişdirmək xüsusunda mənim görəvim ancaq vəhyə tabeçilikdir. Sonra Allah Teala mənə başqa vəhiy eləyir, yəni mən onu sizə aydınlaşdırıram. Mən də tabeyəm. Necə ki, başqa ayətdə Allah Teala başqa bir səbkidə onlara hüccət qaldırır ki, Allah mənim də Rəbbimdir, sizin də Rəbbinizdir. Necə ki, mən iman gətirmişəm, necə siz iman gətirməlisiniz? Nə var ki burada? Necə ki, mənə iman gətirənlər Allaha iman gətirdilər, Allahdan gələn vəhyə iman gətirdilər, axirətə iman gətirdilər, bu əmrlərə və qadağalara iman gətirdilər. Eləcə də siz, necə bizdə bir misal var, üzüyün qaşa düşməyəcək ki. Və sonra Allah ayətin davamında, Yunus surəsinin 15-ci ayətin davamında deyir ki, onlara denən ki, inni axafu in asaytu rabbi azabə yevmin azim. Əgər mən bu xüsusda, xüsusən və ümumən də Rəbbimə asi olaramsa, əzəmətli günün əzabından qorxuram. Allah Teala ayətə, axirətə iman gətirməyənlər kimi başladı. Bizimlə görüşməyə iman gətirməyənlər və axırda da dedi ki, həmən günün şiddətli əzabı var. Rəbbimə asi olaramsa, o günün əzabından qorxaram. Rəbbə asilik burada nədir? Onların istəklərinə cavab vermək. Başqa bir hökmlər gətirmək, başqa bir Quran gətirmək, islahatlara getmək. Və başqa bir ayətdə Allah Teala İsra surəsində deyir ki, az qalmışdı ki, o kafirlər səni fitnəyə salaraq, sənə vəhiy etdiyimizdən, sənə vəhiy etmədiyimiz başqa bir şeylərə səni azdırsınlar. Ki, sən bizə başqa bir şeylərdən adımıza iftira yaxıb deyəsən ki, bax, vəhiy bu deyil, budur vəhiy. İdə ləttəxadıqə xalilən. Belə eləsəydin, onlar səni özlərinə xəlil, yəni sevimli dost tutardılar. Burada da Allah xəbər verir ki, onlar səndən istəyirlər ki, sən başqa bir şey gətirəsən onlara. Və belə eləmiş olsun, vəhiydən başqa bir şey. Demədi Qurandan başqa bir şey, vəhiydən. Vəhiy də dedi ki, həm Qurandır, həm sünnədir. Bütün müsəlmanların icması ilə. Nəinki müsəlmanlar, bütün səmavi din əhli hamısı deyiblər ki, Allahın rəsuluna ya kitab gəlir, kitabla yanaşı vəhiy gəlir, sünnə gəlir, ya da kitab yoxdur, əvvəlki kitab və sünnə var. Başqa bir ayətdə, Bəqərə surəsinin 120-ci ayətində Allah Teala deyir ki, وَلَنْ تَرْضَ عَنْكَ الْيَهُودُ وَلَنَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ. Yahudilər və xristianlar sən onların dinlərinə tabe olmadıqca səndən razı qalan deyirlər. Çox əzəmətli bir xəbərdir. Qeybləri bilən Allah tərəfindən, Xaliq tərəfindən, hər bir şeydən xəbərdar olan xəbir tərəfindən. Sən özünü incitmə, özünü çox əziyyətə salma əhli kitab, Yahudi və xristianlar barəsində. Onlar səndən heç vaxt razı qalmayacaqlar. Ta ki sən onların dinlərinə addım-ba-addım tabe olmadıqca.
Qul inne hudallahi huvel huda. De ki, Allahın hidayət yolu, doğruluq yolu odur doğru yol. Yoxsa özümüzdən ixtira etdiklərimiz fikirlər, əxlaqlar, əqidələr, əməllər yox. Və la in ittaba'ta ahwa'ahum ba'dalladhi ja'aka minal ilmi ma laka minallahi min waliyyin və la nasir. Əgər sənə gələn elmdən sonra, Allahdan sənə gələn vəhiydən sonra, elmdən sonra sən onların hansısa kiçik bir istəklərinə tabe olarsansa belə, Allahdan səni qoruyan nə bir himayədar, nə bir köməkçi tapılmaz. Allah Teala məsələyə dinə tabeçiliklə başlar. Sən onların dinlərinə tabe olmadıqca səndən razı qalan deyirlər. Sonra isə keçir daha kiçik bir detala ki, birdən dinə tabeçilik yox. Hansısa bir kiçik məsələdə sən onlara tabe olarsansa, o məsələ ki, o birbaşa olaraq vəhiyə müxalifdir. Burada səni Allahdan qoruyan heç bir kəs tapılmaz. Və bu kimi xitablar Quranda, xəbərlər və hökmlər Quranda çoxdur. Allah Teala bir çox ayətlərdə öz rəsuluna bu cürlə qadağa qoyur ki, "Lə təttəbi əhvəəhum." Onların havalarına tabe olma. Hava isə yəni nəfsi istəklər. Nə istəyirlər, hara meyl eləyirlər, sən də onların arxasından düşüb getmə. Bu da göstərir ki, İslam dini Allahdan gələn vəhiy dinidir, vəhyə tabeçilik dinidir. İn əttəbi'u illə mə yuhə iləyyə. Mən yalnız və yalnız mənə vəhiy olunana tabeyəm. Bəs yaxşı, islahatlar harada və necə dində yerinə yetirilə bilər? İslahatlar bizdə olmalıdır, biz insanlarda. Allahın sözünü islah etməyə ehtiyac yoxdur. Yer də yoxdur, lüzum da yoxdur. Ola da bilməz. Çünki islah eləyən Allahdır. Elə risalələr göndərmək, rəsullar göndərmək, kitablar nazil etməkdən də məqsəd Allah öz yaratdığı məxluqata özünə aparan doğru düzgün yolu çatdırmaqdır. Allah Teala cənnəti və cəhənnəmi yaratması, özünün razılığının və özünün qəzəbinin olmasını bizə bildirməsi və sonra bu iki tərəfə aparan yolları da bizə bildirməsi, hidayət yolu, nur yolu ki, onu ancaq və ancaq Allahdan gələn rəsulların vasitəsilə mümkündür və iblisin yolu, şeytanın yolu, o ki, Allahın əmrinə qarşı çıxanların yolu ki, onun da sonu cəhənnəmlikdir. Allah ikisini də bizə bəyan elədi Quran və sünnədə ki, biz öz nəfsimizi onu ilə düzəldək, islah edək, əxlaqlarımızı, fikirlərimizi, əqidələrimizi, əməllərimizi, sözlərimizi və s. Deməli, biz islaha ehtiyacımız var. Biz günahkarıq, bizim islahata ehtiyacımız var. Hər gün Allaha tövbə eləməyə, Allahdan bağışlanma diləməyə və kamilləşməyə tərəf getməyə bizim ehtiyacımız var. Və bu isə yalnız və yalnız Allahdan gələn işdən, Allahdan gələn vəhiy ilə, Allahdan gələn əmr və qadağalara tabe olmaqla mümkündür. Ona görə biz oturmalıyıq, vəhiyə baxmalıyıq, Qurana və sünnəyə baxmalıyıq. İslah, necə ki insanlar, möminlər bizdən öncəkilər özlərini islah etdilər bunu ilə, bu vəhiy ilə, bu risalətlə, eləcə də biz islah olmalıyıq. Biz də özümüzü elə islah etməliyik. Burada gözəl bir söz var, necə deyərlər, göz yaşları ilə yazılacaq bir söz var. Hicrətin 179-cu ilində vəfat etmiş, yəni Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir əsr yarım sonra. İmam-ı Dəril Hicrə deyə tanınan, Hicrət diyarının imamı, İmam Məlik İbn Ənəs rahiməhullah deyir ki, "Mə yasluhu əxiru hədihil ümmə illə bimə salihə bihi əvvəluhə." Bu ümmətin əvvəli nə ilə islah olmuşdursa, sonu da onunla islah ola bilər. Əvvəl nə ilə islah oldu? Allahdan gələn risalətlə, vəhiy ilə, Quranla və sünnə ilə, sahabələrin yolunda olmaqla. Sonuncular da məhz elə islah ola bilərlər. Bu aiddir istər müsəlmanlara, istər kafirlərə. Ki, İslam dini necə gəldi, insanları islah etdi. Ona qəbul eləyənlər necə islah oldularsa, pisliklərdən, zülmətlərdən və günahlardan elmə, hidayətə, nura, eləcə də bütün zaman və bütün məkanlarda hər bir vaxtda. Bu ümmətin əvvəli nə ilə islah olmuşdursa, sonu da məhz onunla islah ola bilər. Və bu ümmət, bu dinin əvvəlində din olmayan hər hansı bir şey, sonunda da din sayıla bilməz. Və əgər əvvəlində o islahatlar Allah rəsullarından tələb olundusa, o Allah rəsulunun düşmənləri tərəfindən, və xüsusən də Muhammed s.ə.v-dən biz danışırıq. Və sonrakılardan da rəsulun davamçılarından, rəsulun varislərindən də bu elm mirası varislərindən də bu islahatlar o düşmənlərin nəbələri, nəticələri tərəfindən fikir baxımından tələb olunacaq. O rəsullar necə davrandılarsa, bunlar da elə davranmalıdırlar o islahatlara getməməklə. Və biz belə olduqda öz İslam dinimizi qoruyub saxlaya bilərik. Biz əlhəmdülillah müsəlman ölkəsində yaşayırıq. Biz 1400 ildir İslamı canımız, qanımız bahasına qoruyub saxlamışıq. İndi gərək onu
qərblərdən oxuduğumuz 3-5 səhifə nəyəsə görə dəyişdirək və deyək ki, bu daha yaxşıdır. Bu isə elmsizlik. Allah bu fikirdən bizi qorusun.